Salam, hər vaxtınız xeyir. Bəzi kollegalar dəfələrlə, təbii ki, qabaqlar çox olardı, indi get-gedə seyrəlib, amma bütün hallarda inatkarcasına israr edirlər ki, mədənin ultrasəslə diaqnostikası mümkün deyil, onun içərisini görmək mümkün deyil, bəs endoskop, gastroskop və ya kolonoskop mədə-bağırsaq sisteminin içərisini yaxşı görür. Hörmətli kollegalar, nəzərinizə çatdırıram ki, mədənin 12 barmaq bağırsağın, nazik bağırsağın, yoğun bağırsağın ultrasəslə müayinəsini mən icad eləməmişəm. Ondan ötürü çox saylı kitablar nəşr olunub, elə sizin üçün, həkimlər üçün, tələbələr üçün, alimlər üçün, nə bilim, dərs deyənlər üçün. Bunlar sizin üçün olub. Amma mən bir daha nəzərinizə çatdırıram ki, 26 il mən bu metoddan bəhrələnirəm və bu 26 ildə zaman özü sübut eləyir ki, sizin o təriflədiyiniz gastroskopdan mənim ultrasəsim yüzlərlə dəfə effektidir. Siz deyirsiniz ki, mədənin gastroskopiya ancaq içərisini göstərir. Mən də deyirəm ki, ultrasəs isə nəinki içərisini göstərir. Mədənin divarının 5 qatı var. Normal halda o 5 qat 0,5 millimetrdir, yarım santim. Və 5 qatı var. Selikli qışa, selik altı qışa, selik altı qışanın xüsusi plastinkası, əzələ və seroz qatı. Ultrasəs bütün qatları görür. Hətta qat xaricini belə görür. Fərqli olaraq. Yəni, proses bir dənə mədən selik qışasında olmur ki, qat daxilində də olur. Məsələn, mədənin şişləri var. Mədə ümumiyyətlə şişləri əsasən belə kobud deyə 2 yerə bölünür. Eksafit və endofit törəmələri. Eksafit törəmələrin ilkin təyinində ola bilər, hardasa yaxşı endoskopik, təcrübəli endoskopist olsa və oradan götürən tikəni yaxşı morfoloqa, bir daha, yəni yaxşı morfoloq, elə belə endoskop yox, şılangı sal çıxard eləyənə yox, yaxşı endoskopist və yaxşı, tikəni də yaxşı götürmək lazımdır. Hardan götürmək lazımdır, necə götürmək lazımdır, bunlar hamısı şərtlərdir. Və morfoloq yaxşı olarsa, bəli, eksafit törəmələri vizual görər, oradan tikə götürər, təsdiqini eləyər. Bu ola bilər. Amma bu ümumi populyasiyanın hardasa 85%-ni endofit törəmə, yəni qat daxili təşkil edir, mən rəxların demək istəyirəm. Amma eksafit 15%. Mən statistikanın özümdən kəşf eləmirəm, gedin kitab oxusunuz, görəcəksiniz. Ona görə də ultrasəs həmişə o qədər xəstə olub ki, endoskop yoxlayıb heç nə yoxdur. Mən demişəm, nədən heç nə yoxdur? Bu infiltrativ raqdır. Dəfələrlə 1 deyir, 2 deyir, 5 deyir, 3 deyir, nə qədər istəyirsən. Və yaxud da mədənin, dedim, 5 qatın 5-inə də qiymət verməkdə. Hətta qat xaricinə. Qastrit var, perigastrit var. Endoskop nətər perigastrit təyin eləyəcək? Amma ultrasəs onu eləyə bilir. Vitserit var. Başqa endoskop onu təyin eləyə bilər. Xeyr, ultrasəs eləyə bilir. Və biz onu təyin eləməklə neçə əsasən cavanlarda olur elə xəstələr o vitserit. Nə qədər insanları normal həyata qaytarmışıq. Deyim, mədə elə belə boş orqan deyil. Mədə ürək kimi öz avtonom tənzimi var, intramural tənzimi var, neyroendokrin tənzimi var, intramural tənzim, aput sistemi, humoral tənzimi var və neyrogen tənzimi var. Bu da ürək kimi, necə ürək bir dəqiqədə 60-80 döyünürsə, mədə də bir dəqiqədə onun ritmi var. Bir dəqiqədə 3 dənə pirorik jom əmələ gətirməlidir. Bir dəqiqədə 5 dənə, 10 dənə əmələ gətirirsə, bu həyəcanlanmış mədədir, taxigastriya. 5 dəqiqədə, 3 dəqiqədə, 10 dəqiqədə bir dənə əmələ gətirirsə, bu bradigastriyadır.
və eksperistaltika ritm pozğunluğu olursa duodenal gastral reflüks, gastroezofageal reflüks və digər funksional pozğunluqlar, akineziyası hətta, hipokineziyası, nə bilim, mədənin parezi, belə diaqnozlar var. 12 barmaq bağırsaq, mədə bağırsaq sistemin dirijoru adlandırırlar 12 barmaq bağırsağı. 12 barmaq bağırsağın hərəki funksiyasına qiymət vermək baxımından zond heç vaxt ona çata bilməz. Yəni, nəzərdə tuturam ki, zondsuz müayinə. 12 barmaq bağırsaq bir dəqiqədə 12-14 dəfə peristaltik dalğa əmələ gətirir. Həmin dalğanın amplitudası var, tezliyi var və bu tezliyə, amplitudaya qiymət vermək baxımından və qiymət verərək kliniki halı dəyərləndirmək baxımından endoskop, mən elə indiyə qədər elə bir endoskop görməmişəm ki, o şeyə qiymət versin. Elə sadəcə deyir ki, 12 barmaq bağırsaq normaldır. Xeyr, bildiyiniz o qədərdir. 12 barmaq bağırsağın diskineziyası deyilən xəstəlik var. 12 barmaq bağırsağın diskineziyası nəinki 12 var, mədənin özünün diskinetik pozğunluqları var, hansı ki, heç bir orqanik patologiya yoxdur. Ümumiyyətlə, mədə bağırsaq xəstəliklərindən əziyyət çəkən xəstələrin hardasa 65-69% statistik məlumatdır. Bax, mən gedim kitab oxusaz görərsiniz. Statistik məlumatdır ki, funksional əsasda olur. Heç bir instrumental laborator müayinə ilə, nə endoskop, nə heç birlə onu təyin eləmək olmur. Sadəcə olaraq deyəcək heç nə yoxdur, amma kinetikasına qiymət verə bilməyəcək. Mədə bağırsağın kinetikasına qiymət vermək baxımından ultrasəsə heç bir endoskop heç vaxt çata bilməz. Heç kim endoskopu istəmir. Amma endoskopu mən indiyə qədər mənim üstümə xəstələr belə gəlmir ki, hərəsi 5 dənə, 3 dənə, 10 dənə, 15 dəfə, 1 il, 3 ildə 26 dəfə endoskopi müayinədən, gastroskopiyadan keçib yanıma gələn var. Səhv diaqnoz qoymasaydım, 26 dəfə endoskop olar. 26 dəfə gastroskop olar. O ki, qaldı, bəli, məsələn, gastroskopun olunması, gastroskopiya olunması. Gastroskopiya hardasa histoloji verifikasiyasız, yəni tikə götürüb analiz vermədən elə bir klinik əhəmiyyəti yoxdur. Yəni, o tikəni necə götürmək, hardan götürmək, necə götürmək, ağıllı şəkildə götürmək, savadlı şəkildə götürmək və onu morfoloqdan asılıdır. Mən elə bir morfoloq tanımıram, siz tanıyırsınızsa deyin. Deyin ki, oğlan kəsdir. Mən də göstərim, hamısının rəyləri var məndə. Baxanda adamı dəhşət bürüyür. Bu qardaş, kitab oxu da. Sən bu dərəcədə savadsızcasına yazılmaq olmaz. Kimin deyir ki, mən yaxşıyam, mənə zəng eləsin, mən atım onun cavabı. Deyim ki, ged qardaş, bu belə şey olmaz. Yəni, danışanda siz elə endoskop nə yazır? Mən belə özündən deyən, uzman qılman, sərçaboğan adı ilə belə yazıb, mədə xorasıdır, metaplaziyadır, döşəyib, göndərib endoskopa, endoskop ona, üzr istəyirəm, morfoloji verifikasiya. Həkim ona yazır ki, cavabında xroniki qeyri-aktiv qastrit, nə bilim, aktivasiya yox, heç nə yox. Bu həkim anlamır ki, bu cavab nətərim, mən xoradan danışıram, sən ona yazırsan xroniki səthi qeyri-aktiv qastrit. Kimin şübhəsi var, yerinə qədər istəyin, göstərim də. Göstərim, siz adını çəkin, bir abr eləyim. Mənə o lazım deyil. Mənə lazımdır, siz savadlı yazasınız. Yəni, o ki qaldı, mədənin hardasa histoloji verifikasiya olunmadan, biləsiniz, 25-ci ildir, həkimlər. Bizdə 2006-dan bəri gastropanel, gastrosoft proqramı ilə analizlər toplumu var. Bütün dünyada bu metodu belə adlandırırlar. Seroloji biopsiya və yaxud da funksional biopsiya. İndi az-çox həkimlikdən anlayışı olan bunun nə demək olduğunu anlayar. Seroloji biopsiya, yəni seroloji analiz eləməklə biopsiyadan nə alırsansa onu almaq, hətta ondan da yaxşı cavab almaq. Mədənin kardial sistemin məziləri var, mədənin fundal şöbəsinin
vəziləri var, orada hüceyrələri var. O hüceyrələrin sayın belə o analizin köməyi ilə nə qədər hüceyrə var, məsələn, parietal hüceyrə, əsas hüceyrə və əlavə hüceyrə parietal vəzilərə aiddir. Bunun sayı antral şöbədə qastrin istehsal edən D kletkanın sayı. Bu sayın demək olar, 25-ci ildə siz nədən danışırsınız? Analiz verməklə və onun nə qədəri infisirovat olunub, yəni helikobakterlə yoluxub və yaxud da başqa bir faktorla zədələnib, onu demək olur. Nədən danışırsınız? 2006-dan bizdə yoxlanır bu. Ona görə də danışmamışdan əvvəl, yəni ən azından susmaq qızıldır. Ya da öyrənmək istəyirsən normal şəkildə, bu mümkün deyil, demək ayıbdır. Belə. Sağ olun.